Hər zamanki o kimi gecə yuxusuz qalmağa səbəb xəstələr. Xəstə var ki, gecə getməlisən, gecə əməliyyat eləməlisən, xəstə var ki, gündüz əməliyyat edibsən, gecə problemləri var. Hər zaman gecə yuxusuzluğun səbəbi xəstələrdir. Hal-hazırda daha öncəki tələbəçilik dövründə isə imtahanlar, dərs hazırlıqları, bunlar gecə növbələri. Bəli. Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? Daha çox həkimlik peşəsi çətin bir peşədir və bu yolda da biz, keçdiyimiz yolda da bu çətinlikləri daha çox görmüşük və müşahidə eləmişik və eyni zamanda həmin çətinliklərin öhdəsindən gəlmişik və çətinliklərin öhdəsindən gəldiyimiz zamanda həkimlik, yaxşı ki həkimlik deyib düşünüb bir qürur hissi keçirmişik və bunun özü də bizə həmişə daimi motivasiya verir və eyni zamanda sağaltdığımız xəstələrin təşəkkürü də bizə hər zaman motivasiya verir ki, biz öz işlərimizi daha da irəli aparaq.